Avstraliyanın Griffith Universitetinin alimləri xroniki yorğunluq sindromu olan mialgik ensefalomielitin əsasını təşkil edə biləcək bioloji qüsuru aşkar ediblər. Nəticələr Frontiers in Medicine jurnalında dərc olunub. Tədqiqat göstərir ki, bu xəstəlikdən əziyyət çəkən insanlarda kalsium daşınmasına cavabdeh olan TRPM3 ion kanalının funksiyası pozulur. TRPM3 kalsium siqnallarının ötürülməsində əsas rol oynayır. Bu siqnallar olmadan hüceyrələr xarici stimullara normal reaksiya verə və daxili proseslərin tarazlığını qoruya bilməz. Alimlər bildirirlər ki, kalsium siqnalları immun sisteminin düzgün işləməsi üçün həyati əhəmiyyət daşıyır. Təcrübələrdə alimlər sağlam könüllülərlə müqayisədə xroniki yorğunluğu olan insanlarda TRPM3 aktivliyinin ardıcıl olaraq azaldığını müşahidə ediblər. Xroniki yorğunluq sindromu, davamlı yorğunluq, fiziki və ya zehni gərginlikdən sonra orqanizmin kəskin şəkildə zəifləməsi, ağrı, koqnitiv pozğunluq, baş gicəllənmə və işığa və s. səs-küyə qarşı həssaslıqla xarakterizə olunur. Bu simptomlar xəstələrin illərlə oxumaq, işləmək və ünsiyyət qurmaq qabiliyyətini məhdudlaşdıra bilər. Lakin diaqnozun özü aydın biomarkerlərin olmaması səbəbindən uzun müddət şübhə altında qalıb. Tədqiqat müəllifləri vurğulayırlar ki, TRPM3 qüsurunun kəşfi simptomları uzun müddət depressiya ilə səhv salınan xəstəliyin bioloji əsasını təsdiq edir. Alimlərin fikrincə, müəyyən edilmiş hüceyrə disfunksiyası həmçinin yeni diaqnostik və terapevtik metodların inkişafı üçün yol açır.